Salam əziz izləyicilər, mən FC Akademinin Azərbaycan dili və ədəbiyyat müəllimi Arifə Mahmudova. Bugün sizlərlə hər hansısa bir, təbii ki, özümün olan hər hansısa bir sınaqlarına baxacağıq, amma tam olaraq yox, sırf əsaslı suallardan baxacağıq. Bilirsiniz ki, əziz 11-lər, qarşıda sizin imtahanınız var. Bu imtahanda hər birinizə ilk növbədə uğurlar arzulayıram. Ümidvaram ki, bu imtahandan da, bu sınaqdan da üzü ağ şəkildə çıxacaqsınız. Təbii ki, bunun üçün nə etmək lazımdır? Həm çox oxumaq lazımdır, həm işləməyin metodlarını bilmək lazımdır. Təbii ki, bəzən olur ki, biz bilirik, amma biliyimiz nəyisə kifayət eləmir. Aramızda belə insanlar da var, təbii ki. Variantlarla çıxmağı bilmək lazımdır. Variantları nəyə görə çıxıram? Bu xüsusən hansı tip testlərdə olmuş olacaq? Təbii ki, bu sizə bir dəstək videosudur. İlk səsləndirmədən hər halda özünüz də başa düşdünüz. Məsələn, bu tip versiyaları hardan bilirik? Tutaq ki, belə tip testlər olur, orada yazılar olur və s. Orada olur 3, 4, B variantında tutaq ki 1, 3, 4, C variantında olsun 2, 5, D variantında 3, 4, 5, Y-də də 1 və 2, 1, 2 və tutaq ki, deyirik 4. İndi biz həmin variantları təhlil eləyəndə, tutaq ki, birdə yazılanı təhlil elədik, gördük, bir heç düz deyilmiş. O dəqiqə aşağıda bir olanları cavabdan çıxmalıyıq, silməliyik ki, işimiz asanlaşsın. Və bu metodla biz 2 dənə variantımıza avtomatik olaraq atmış olduq. Və eyni zamanda tutaq ki, gəlirik, digər bir versiyanı oxuyuruq. Görürük 3 də düzdür, 4 də düzdür. O dəqiqə A götürmək lazım deyil. 5-i də oxumaq lazımdır. Əgər 5 də doğrudursa, məndən doğruları da istəyibsə, 5 də doğrudursa, D variantı kimi götürəcəyik. 3, 4, 5 doğru cavablardırsa və doğru istənilibsə. Çünki burada tam dolğun cavab olmadığına görə siz 3-ü də, 4-ü də oxuyub, düzgün təhlil eləyib, düz olduğunu bilib götürsəz də, 5-i götürmədiyiniz üçün bu cavabınız səhv sayılacaq yenə də. Bu kimi xırdalıqlara diqqət eləmək mütləq lazımdır. Və təbii ki, bu tip testlərdə artıq nə edəcəyik? Bu tip testlərdə artıq cavabları konkret olaraq bilməliyik ki, çıxmış olaq eyni zamanda. Bəzi testlər olur, 2 pilləli testlər sayılır o testlər. Testi oxuyuruq, məsələn, A variantında bir versiya verilib, vergül qoyulub və ardıca yenidə cümlə yazılıb. Ola bilir, bura kimi düz olsun cümlə və məndən də düzgün fikri soruşur. Bura kimi düzgündür, amma burada səhvdir artıq. İkinci hissəsində səhvdir cümlə. Ona görə də hər bir verilən testləri sonacan oxumaq lazımdır. Birinci pilləsi düzgün olsa da ikinci pilləsi səhvdir deyə bunu düzgün götürməyəcək. Amma o dəqiqə bu düzdür deyə götürə bilməzsiniz elə başlarından oxuyub. Hər bir cümləni sona kimi oxumaq lazımdır. Bu tip versiyada olan testlərlə də qarşılaşacaqsınız. Məsələn, fonetik təhlilləriniz olacaq. Ola bilər daha mürəkkəb versiyada olsun fonetik təhlillər və fonetik təhlillərdə ən önəmli nə yadınızda qalsın? Ümumiyyətlə bir imtahanda sizə söz birləşməsi şəklində nəsə verirlərsə, bilin ki, ola bilər çox böyük ehtimal, 90% olan bir ehtimal, 80% olan bir ehtimal ikinci tərəfin söz birləşməsində birinci tərəfə nəsə təsiri var. Tələffüz zamanı onu nəsə dəyişir. Ona görə söz birləşməsi şəklində veriblər o sözü. Yoxsa heç o insanlar da özlərini yormazlar, söz birləşməsi fikirləşməzlər. Konkret olaraq bir dənə söz verərlər ki, siz onu təhlil eləyəsiniz fonetik təhlil olaraq. Bu tip hissələrə diqqət edin və yaxud da tələffüz versiyasında nəyisə verirsə, söz birləşməsi versiyasında veribsə, yenə də diqqət edin. Deməli, ikinci bir sözün birinci sözə təsiri var. Tələffüz versiyasına təbii ki. Bu nə deməkdir? O dəqiqə yadıma salıram B, C, D, G qaydasını fonetikada. O dəqiqə yadıma salıram K qaydasını və G qaydasını. Sözümüzün sonu bunlarla bitirdisə, tələffüz versiyası fərqli olmuş olacaqdır. Məsələn, deyirəm ki, kitab sözü. Kitab sözü B ilə bitdi və biz bilirik ki, sözümüz B ilə, C ilə, D ilə, G ilə bitirsə, özündən sonra baxın, burada heç nə gəlmədi. Özündən sonra heç nə gəlmədisə,
Tələffüz zamanı bunlar, indi burada tələffüzünü yazıram. Tələffüz zamanı sözün sonundakı B P-yə keçəcək, C Ç-yə keçəcək, D T-yə keçəcək, G də K-yə keçəcək. Yəni bunlar cingiltilidirlər, elə deyilmi? O keçəcək öz kar qarşılığına tələffüz versiyasında. İndi baxaq bu nə deməkdir? Tutaq ki, sözümüz bitdi kitab B ilə. Özündən sonra heç nə gəlmədisə, o zaman keçəcək P-ya tələffüz zamanı. Və yaxud da özündən sonra samitlə başlanan bir şəkilçi gəlsə, məsələn, kitabsız. Tələffüz zamanı sözümüz B ilə bitdi. Kitab sözüdür özü. Özündən sonra gələn şəkilçi samitlə başladı. Ona görə də tələffüz zamanı B P-yə keçəcək. Kitabsız olacaq. Axı bayaq dedik, özündən sonra heç nə gəlməsə, özündən sonra samitlə başlanan şəkilçi gəlsə və yaxud da samitlə başlanan hər hansısa bir söz gəlsin. Tutaq ki, deyirəm, kitab səhifələri. Səhifələri. Aha. İndi burada kitab sözü bu ilə bitdi. Amma özündən sonra nə gəlib? S ilə başlayan bir söz. Yəni ümumiyyətlə samit gəldi özündən sonra. Özündən sonra samit gələndə tələffüz versiyası dəyişəcək artıq o sözün sonuna. Kitab səhifələri olacaq. Kitab səhifələri. Bu versiyada olmuş olacaq. Elə kitab səhifələrini yazmışkən bir xırdalığa da diqqət eləyək. Tutaq ki, verib ki, kitab səhifələri. Və burada kitab sözünün altından xətt çəkib, deyib altından xətt çəkilən sözün fonetik təhlili ilə bağlı doğru fikri müəyyən eləyək. Sözümüz nə ilə bitdi? Bu ilə. Orada cavablarda ola bilsin ki, yazılsın ki, tutaq ki, cingiltilidir, T cingiltilidir, 2 cingiltili, 1, daha doğrusu 2 kar, 1 cingiltili samit var. Baxan da baxır ki, nə qəşəngdir. Burada K kardır, T kardır, B da cingiltilidir. Deməli, bu variant düzdür. Amma xeyr, burada hansı bir xırdalıq var? Qeyd eləyək bunu. 2 kar yoxdur. Biz axı bayaq dedik, bunun tələffüz versiyasını yazmalıyıq kitab sözünün. Kitap versiyasındadır tələffüz versiyası. Nəyə görə? Çünki özündən sonra samitlə başlayan bir dənə söz gəldi. Axı mən dedim, sözümüz B ilə, C ilə, D ilə, G ilə bitirsə, özündən sonra heç nə gəlməsə və yaxud da, yəni təkcə özü olsa da, tutaq ki, kitab sözü tək özü olsa. Və yaxud da samitlə başlayan şəkilçi, samitlə başlayan bir söz gələrsə, tələffüz versiyası artıq bu qaydada olacaq. B-nin, C-nin, D-nin, G-nin. Bu da keçəcək P-ya. Çünki özündən sonra samitlə başlayan bir söz gəldi. Və mən təhlil eləyəndə ən diqqət elədiyiniz məqam bu olsun. Mən təhlil eləyəndə bura baxmıram sait samit təsnifinə görə. Yəni orada neçə dənə kar, neçə dənə cingiltili, neçə dənə qalın, neçə dənə incə və yaxud da neçə dənə dodaqlanan, dodaqlanmayan, sait, samit, bu versiyaların ümumiyyətlə heç birinə buradan baxmıram mən. Yazılışdan baxmıram. Hamısına tələffüzdən baxıram. Axı yazılışda B-dır, düzdür, cingiltilidir. Amma tələffüzdə P-dır. Deməli, bu variantı əgər səhv istəyirlərsə götürə bilərəm. Yox, düzü istəyirlərsə məndən təbii ki, götürməyəcəm, çıxacam bunu. Çünki səhvdir. Burada cingiltili olsa da, bu yazılışdadır. Mən yazılışa baxmıram. Sait, samit məsələlərinin hamısında tələffüzə baxıram, bura baxıram. Mötərizəyə baxıram. Və əgər verilsə ki, sözdə 3 kar samit iştirak eləyir, tutaq ki, B variantında, bunu doğru götürəcəm. Çünki K-dır, T-dır və P-dır. Hər üçü də kardır. Ümidvaram ki, bu hissə aydındır. Bu arada kar və cingiltili məsələsinə toxunarkən yadınıza salmaq istəyirəm ki, bir üsulum var idi ki, həmin üsulu belə deyək də, görüntülü dərslərimizdə izah eləmişdim. Eyni zamanda görüntülü videolarımızda da izahı var. Amma çalışacağım ki, yenə də burada izahını verim sizlərə. Əlinizi ağzınıza tutarkən, tutaq ki, əlinizi ağzınıza biraz da olsa yaxınlaşdırmısınız və tələffüz eləyirsiniz. Deyirsiniz ki, P, P.
Və bilmirsiniz p kardır, yoxsa cingiltilidir. İndi deyirəm p, əlim ağzıma yaxınlaşıb, sakitcə də bunu eləyəndə avtomatik bilmək olur. P. Əgər nəfəsim, yəni nəfəs texnikasıdır, nəfəsiniz əlinizə biraz da olsa daha yüksək dəyirsə, bu kardır. Qeyd eləyək, nəfəs çox dəyirsə. Amma nəfəs çox dəymirsə, bu cingiltili olacaq. Məsələn, əgər p bizdə kar samitdirsə, indi bir dənə də b-nı yoxlayaq. B. Görürsünüz, nə qədər eləsəz də, b-da p kimi bir nəfəs almırsınız əlinizə. Deməli, b cingiltilidir ki, o dərəcədə nəfəsiniz əlinizə dəymədi. Əgər əzbərləyə bilmirsinizsə, bu metodla yadınızda saxlaya bilərsiniz. Buraları təmizləyək, keçid alaq bu testimizə. 7-ci testə baxırıq. Hansı sözdə hecalardan biri iki şəkilçidən ibarətdir? Hecalardan biri iki şəkilçidən ibarətdir. Bu tip testləri ola bilər ayrıca test versiyasında, ola bilər hər hansısa bir fonetik təhlilin tərkib hissəsində görmüş olasınız. Təbii ki, bu nə deməkdir? Bu tip testləri eləməkdən ötürü ilk növbədə bu sözü birinci hecalara ayırmalısınız. Ayırırıq ayaqlaşmaq. Heyecan budur. Burada laş şəkilçisi gözümə dəydi və tez laş şəkilçisi ilə bağlı olan bir qaydanı yadıma salıram ki, əgər sözümüzdə laş şəkilçisi varsa, o dəqiqə onun üstündən bir dənə laş şəkilçisinin üstündən bir dənə leksik şəkilçi çəkmək lazım deyil. Bu şəkilçi iki hissəyə parçalana bilər. Tutaq ki, lalədən sonra mən ayrıca maqmək qoyanda uyğunluq yaranırsa, bu artıq bərabər olacaq laş şəkilçisi, iki dənə ayrı-ayrı leksik şəkilçi. Yox, mən laş şəkilçisindən sonra bu maqməki qoydum, uyğunluğum yaranmadısa, bu laş şəkilçisi bir dənə bütöv leksik şəkilçi olmuş olacaq. Bu nə deməkdir? Ayaqlaşmaq. Baxın, burada ayaq sözün köküdür. Ayaqlamaqdan nəysə ayaqlamaq, tapdalamaq, o demək deyil ki, ondan ayaqlaşırsan. Ayaqlaşmaq sözü özü ümumilikdə nə deməkdir? Uyğunlaşmaq deməkdir də. Nə ilənsə zəmanə ilə ayaqlaşırsan, zəmanə ilə uyğunlaşırsan, elə deyilmi? Ayaqlamaq nədir bəs? Tapdalamaq deməkdir. Məsələn, mən zəmanəni tapdalamıram ki, zəmanə ilə ayaqlaşıram. Deməli, la və ş olmaz. Laş burada bir dənə bütöv leksik şəkilçi olmuş olacaq. Və məndən deyir ki, iki dənə şəkilçidən ibarət olsun hecaların biri. Heca laş hecasıdır və mən gördüm ki, bunu iki yerə parçalaya bilmədim tərkibinə görə təhlil eləyəndə. Ona görə də A variantını atıram, gedir. Üzləşmək, üz sözün köküdür. Üzləmək. Məsələn, kitabı üzləyirəm deyə kitabla üzləşmirəm ki, biraz məntiqsizdir də. Maqməki qoyanda sözün ümumi özü ilə bir uyğunluğu yaranmalıdır. Deməli, burada da ləş bir dənə bütöv leksik şəkilçidir. İki dənə yerə parçalaya bilmədim. B də getdi. Qeyd alaq, Y-dən başlayaq. Hal sözün köküdür. Dilimizdə hallamaq sözü yoxdur ki, lan, lən şəkilçisi də, dostlar, eyni ilə bu laş, ləş şəkilçisi kimidir. Qeyd eləyək, lan, lən. Əgər bu şəkilçini görürsünüzsə, əlinizi saxlayın, o dəqiqə bir dənə bütöv leksik şəkilçi götürməyin. Ola bilər ki, iki dənə yerə parçalaya bilərsiniz. La, lədən sonra ayrıca maqməki artıranda uyğunluğunuz yaranırsa və bu lan, lən şəkilçisi o zaman iki yerə parçalanır. İndi baxıram, hallamaq. Hallamaq sözü yoxdur axı ümumiyyətlə dilimizdə. Hallanmaq sözü var. Deməli, lan burada bir dənə bütöv leksik şəkilçidir. Şərtimi ödəmədi, çünki məndən iki dənə şəkilçi istəyir. Qabaqlaşmaq. Qabaqlayıram deyə kimisə onunla qabaqlaşmıram ki, qabaqlayıram o deməkdir ki, onu ötüb keçirəm. Elə deyilmi? O mənim arxamda qalır. Bəs necə qabaqlaşmaq, üzləşməkdir axı? Ona görə də D variantı getdi. Qarşılaşmaq sözü cavabınız olacaq C variantı. İndi baxaq görək nəyə görə budur. Yazaq bu sözü. Birinci hecalara ayıraq. Qarşılaşmaq. Mən gördüm ki, burada
İki şəkilçidən ibarət qar olmayacaq, ş olmayacaq, laş. İki şəkilçi, maq da bir dənədir də, manı ayrı, qını ayrı eləyə bilmərəm axı burada. Deməli, qarşılaşmaq, qarşılamaq, kimsə sizə qonaq gəlir və siz onu qarşılayırsınız, qabağına çıxırsınız və qarşıladığınız üçün də qarşılaşmış olursunuz, üzbəyüz gəlmiş olursunuz. Deməli, qarşılamaqdan qarşılaşmaq həqiqətən də yaranır. Hecalardır, hecalara ayırdınız və hecaların tərkibində olan bir şəkilçini, tərkibinə görə təhlilini iki şəkilçidən ibarət, lalə və ş şəkilçisindən ibarət düşünə biləcəksiniz. Cavab olacaq ki, bu tip testlərdə ümumiyyətlə lan, lən və laş, ləş şəkilçisi daha aktivdir. İndi keçid alırıq daha bir testə. Kar cingiltili samit cütlüyü nədir? Diqqətlə qulaq asın. Bunu siz tələffüzdə axtaracaqsınız. Axı bayaq dedim, sait samit məsələlərinə tələffüz versiyasından baxacaqsınız. Burada taxta yazılmalıydı. Aha. İndi baxıram. Bunların hər birini bilmək üçün deməli, neçə dənə kar cingiltili samit cütlüyü varsa, bunu bilmək üçün birinci bunların tələffüzünü bilməliyəm. Tələffüzü nə olacaq? Taxta olacaq. Digər diqqət sözünün 2 dənə q birinci gəlibsə, birincisi k üstü ştrixə keçəcək. Diqqət olmuş olacaq. Bənna sözü olduğu kimi qalır. Səkiz sözü, səkiz deyə tələffüz eləyə bilmərik axı bunu. Səkiz olmuş olacaq. 9 sözü isə yenə də eynən baxın q qaydasıdır. Birinciyi keçəcək k üstü ştrixə 9 versiyasında tələffüz olunacaq. Əla, bunların hər birinin tələffüzünü bildim. Bəs kar cingiltili samit cütlüyü nə deməkdir? Bu o deməkdir ki, baxın t tutaq ki bizim kar samitimizdir. Bunun cingiltili qarşılığı nədir? D-dır da, bir-birinə oxşar səslər olur həmişə. T-nın qarşılığı D-dır. Mən elə söz tapmalıyam ki, əgər iştirak eləyir desə, o sözün tələffüzündə həm t-da olsun, həm də d-da olsun. Bu zaman deyilir ki, kar cingiltili samit cütlüyü iştirak eləyir. İndi taxta sözündə baxın, t-da var tələffüz versiyasında, d-da var, amma yazılışında yoxdur. Bu sözdə deyəcəm kar cingiltili samit cütlüyü iştirak eləyir. Nəyə görə? Çünki t-da var və onun qarşılığı olan, cingiltili qarşılığı olan d-da var. Amma mənim şərtimdə nə istəyir? Eləməsin. A variantı çıxdı. B variantına baxıram. Diqqət. Burada da var, bəli. K və Q var. 8 Q və G var. Burada da iştirak elədi tələffüzdə. 9. Burada da eynən o qaydadadır. Deməli, bu sözlərin heç birini götürməməliyəm. Cavabınız olacaq C variantı. Bənna. Bənna sözündə b-nın, n-nın, baxıram ki, onsuz da l, m, n, r bunların qarşılığı yoxdur. B-nın qarşılığı p-dır, bunu da tələffüzdə görmürük. Ona görə könül rahatlığı ilə bunu götürə bilərik. Daha sonra zərf barədə bir testə diqqət eləyəcək. Burada da təbii ki, bir xırdalıq özünü göstərəcək. Mən konkret olaraq sizlərə xırdalıqları izah eləmək istəyirəm. Biri deyir zərfdir. Çox sadə görünür, amma bilməliyik ki, A, H bitişdiricisi vasitəsilə dilimizdə isim yaranır. Yəni, qaçaqaç sözü əslində bəziləri düşünür ki, ya feildir bu qaçaqaç sözü, bəlkə də elə zərfdir, zərf feilə aid olur deyə bu dərəcədə düşünüb özlərini çaşdırırlar. Qaçaqaç sözündə A var, gəl-ha-gəl sözündə H var. Deməli, bunlar olacaq isim. Axı, bayaq dedim, A, H bitişdiricisi vasitəsilə isim yaranır. Və rəngbərəng, qeyd edeyim bu sözləri sizdə. Rəngbərəng, növbə-növ, cürbəcür. Bu sözlər isə nitq hissəsi olaraq sifətdir. İndi burada yazmaq bir qədər çətindir mənə, siz qəşəng yazın. Növbə-növ sözü çıxdı. Bəs rəngarəng sözü nədir? Rəngarəng sözü sifətdir. Yəni, çox rəngli deməkdir. Rəng baxımından fərqli olmaq deməkdir. Məsələn, deyirəm, rəngarəng kitab, rəngarəng paltar. Görürsünüz, ismə aid olur və dilimizdə sifət, üstə gələk isim sxemi var. Zərf,
Üstə gələk feil sxemi var. Bu o demək deyil ha, böyründə gəlsin mütləq. Xeyr. Ola bilər ki, böyründə məsələn feil gəlməsin. Amma mən feilə əsasən o sözü tapım. Məsələn, o sözə sual verim. Məsələn, deyirəm ki, oğlan cəld evdən çıxıb yola düşdü. Bu cümləni qeyd eləyək burada. Oğlan cəld evdən çıxıb yola düşdü və yaxud da getdi. Evdən çıxıb getdi. İndi baxın, cəld sözü mən bilirəm ki, zərfdir. Amma mən cəld sözünün böyründə görürsünüz, ev ismi durub. O demək deyil ki, bu söz belə deyim də, böyründə sırf, mən buna indi sifət deyim, böyründə isim gəlib deyə. Xeyr, bunu bəzən qarışdırırlar. Hamı qarışdırır bəzən. Bunu belə izah eləmək olmaz. Böyründə gəlir demək olmaz. Sifət ismə aid olur, zərf feilə aid olur. Tapanda da cəld getdi, necə getdi, nə tərzdə getdi, cəld getdi. Görürsünüz, buna əsasən bunu tapıram və bir-birlərinə bağlıdırlar avtomatik olaraq. Necə getdi, nə tərzdə getdi, necə evdən, nə tərzdə evdən demirəm mən. Necə getdi. Feilə əsasən tapıram. Yenə də tərz hərəkət zərfi sayılır. Və burada da üzbəyiz sözü dilimizdə zərf olacaq. Üzbəyiz oturmuşduq. Necə oturmuşduq? Nə tərzdə oturmuşduq? Üzbəyiz oturmuşduq. Cavab olacaq Y variantı. Daha bir suala baxırıq. İsimlə başlayan cümlə istəyir. Çox sadə test kimi görünsə də xırdalıqlarla dolu olan bir testdir. Səhərki, dünənki, həminki. Mən baxıram, bu arada bu tip sözləri söz birləşməsinin tərkibində salıb altından xətt çəkib, həmin o sözün təhlilini istəyirlər və bəzən deyirlər ki, səhərki sözü isimdir. Xeyr, isim deyil. Və yaxud da sifətdir deyə qeyd eləyirlər. Biz axı keçmişik dakı, dəki, dakı üstü 2 və kü şəkilçisi vasitəsilə sifətlər yaranır. Hansı sifətlər idi? Bunlar yalnız hansı sualına cavab verən sifətlər idi və dərəcəyə girmirdilər bu şəkilçi ilə olan sifətlər. Yadımıza saldıq, amma yadımızda saxlamalıyıq. Zaman zərflərinin üstündə kü şəkilçisi görürüksə, bu bərabər olur nitq hissəsi olaraq sifətə. Səhər sözün köküdür, ki leksik şəkilçi, həmin. Nə vaxt? Həmin sözün köküdür, ki leksik şəkilçi, dünən sözün köküdür, ki leksik şəkilçidir. Və bunlar artıq nitq hissəsi olaraq isim deyirlər, sifətdirlər. A variantı çıxdı, C variantı çıxdı, D variantı çıxdı. Dakı, onsuz da istənilən məqamda bu şəkilçini başqa heç bir yerdə görmürsünüz. Ancaq sifət düzəldir və yalnız hansı sualına cavab verir? Evdəki, dakı, bu şəkilçini parçalamayın ha, bəzən parçalayırlar, eləməyin elə şey. Deməli, bu da nitq hissəsi olaraq sifət olmuş oldu. Bircə dənə cavab oldu B variantı. İndi burada hansı xırda məqam var? Bizimkilər sözündə də ki şəkilçisini görürsünüz. Yadınızda qalsın ki, qeyd kimi burada qeyd eləyirəm sizlərə. Kü şəkilçisindən əvvəl qrammatik şəkilçi görürsünüzsə, yəni qrammatik şəkilçi üstə gələk kü. Burada artıq bərabər olacaq bu söz ismə. Bizimkilər, bizimki, ailəninki, biz sözün köküdür. Şəxs əvəzlikləri bilirik ki, mənsubiyyətə görə dəyişə bilmir, yalnız hallanır. İm hal şəkilçisidir, qrammatik də hal şəkilçiləri də və bundan sonra ki gəldi, leksik şəkilçi. Deməli, qrammatikdən sonra leksik ki gəlib. Bu nə sayılacaq? Bu sayılacaq təbii ki, isim. Cavab olacaq B. Daha bir xırda məqama diqqət eləyirik. Toplu isim işlənməyən cavabı istəyir. Biz bilirik ki, toplu isim bir dənə şeyin çoxluğu deməkdir. O bir dənə şeydir çox olan. Məsələn, cəmaət deyiriksə, ancaq insanlar nəzərdə tutulur. Orada heyvan artıq nəzərdə tutulmur. Deməli, bir şeyin çoxluğudur bu. Və yaxud da ilxı deyirəmsə, orada çoxlu at nəzərdə tutulur. Mən artıq iti də götürüb ora aid eləyə bilmərəm. Sırf atın çoxluğudur, atların. Aydın oldu mu bu hissə? İndi baxıram. Cəmaət sözü sırf insan deməkdir və həqiqətən də topludur. Xalq sözü topludur.
Əhali sözü topludur, kütlə sözü topludur. Deməli, cavabımız nə olacaq? Cavabımız olacaq C variantı. Çox xırda bir məqam var burada. İlxıçı sözündə. Bu arada mənim testlərimdir bunların hamısı. İlxı sözün köküdür, çı leksik şəkilçi. Əgər ilxi olsaydı, bu toplu olardı. İlxıçı demək isə sırf bir insanı, bir şəxsi nəzərdə tutur. Deməli, bu artıq toplu olmayacaq da. Axı bir nəfərdən söhbət getdi. Amma toplu isim nədir? Bir dənə şeyin çoxluğu olsun. İlxi desəydi, topludur. Amma ilxıçı dediyinə görə, bir şəxsi nəzərdə tutduğuna görə bu toplu isim sayılmır. Cavab C-dir. Bu arada burada daha bir xırda məqamlar əlavə edə bilərəm sizlər üçün, yadınıza salmaq üçün. Məsələn, dilimizdə əhali, cəmaət və ictimaiyyət sözü var idi ki, hansı ki, bunlar toplu isimlər idi və heç vaxt lar-lər cəm şəkilçisini qəbul eləmirdi. Eyni zamanda daha bir xırdalıq deyim sizin üçün. Burada kütlə sözü var idi, hansı ki, toplu isim idi və amonim toplu isimlərimizdən idi. Kütlə deyəndə insan kütləsi də nəzərdə tutula bilər, nəyinsə çəkisi kütləsi də nəzərdə tutula bilər. Deməli, kütlə sözü eyni zamanda amonim olan toplu ismimiz ola bilirlər. Ümidvaram ki, bu xırdalığı da nəzərinizdə saxladınız. Daha sonra digər bir testə baxırıq. Bu testdə iki hecalı isimlərlə bağlıdır. Çox diqqət eləyin bu testdə, ümumiyyətlə iki hecalı isimlərə. Dilimizdə isimlər bölünür iki yerə. Milli olanları var və alınma olanları var. Təbii ki, milli alınmanı keçməyəcək, amma millilər və alınmalar nə formatda olur, buna baxacağıq. Millilər daha çox bədən üzvlərimizlə bağlıdır. Alın, burun, qoyun. Qoyun deyəndə insanın qoynu, ağuşu nəzərdə tutulur. Alın, burun, qoyun, çiyin və s. bu tip ifadələrdir. Və bunlar yalnız mənsubiyyət şəkilçisi qəbul eləyəndə, baxın, m belə yadınızda qalsın. Yalnız mənsubiyyət qəbul eləyəndə sözün sonundakı saiti düşürdü. Amma alınmalar həm hal, həm mənsubiyyət şəkilçisi qəbul eləyəndə söz kökündəki sonuncu saitini itirirdi. Bu nə deməkdir? Məsələn, burun sözü normalda burun. Bu versiyada yazılır, elə deyilmi? Məsələn, bunu indi tutaq ki, bizdə yazıblar burnun, burnun. Bu versiyada. Axı, bu buradakı u hara yoxa çıxdı? Mən baxıram, bunu tapa bilmirəm. Qələmimizin rəngini dəyişək. Daha yaxşı təhlil eləməyimiz üçün. Aha, buradakı u, burada yoxdur, baxıram, r-dan sonra gələn. Nəyə görə yoxdur? Söz köküdür də, bu burun sözü sözün köküdür, özüdür. Sonuncu saiti itib. Nə zaman itir? Özündən sonra mənsubiyyət gələndə itir. Bu sözləri artıq əzbərləməlisiniz. Bədən üzvümüzlə bağlı sözdür, milli sözdür deməli. Deməli, mənsubiyyət gələndə ancaq bunu itirirdi bu. R-dan sonra u görürəm burada yoxdur. Deməli, buradakı un şəkilçisi nə olacaq? Mənsubiyyət olacaq. Yəni, bu nə deməkdir? Sənin burnun deməkdir də. Buradakı un mənsubiyyətdir. Hal olaraq hansı halda düşünəcəyik bu sözü? Adlıq halda düşünəcəyik. Nəyə görə? Çünki heç bir böyründə başqa bir hal şəkilçisi görmədim. Ona görə də isimlər mütləq hansısa halda olacağına görə bunu adlıq halın boynuna atıram. Baxın, bu buradakı B variantıdır. Deməli, 1-ə B-ə aid olmalıydı. Avtomatik C variantı getdi, Y variantı getdi. D variantı da eynən o qaydadadır. Bu söz necədir? Yadımıza salırıq yenə də yazılışını. Burun. Burada u var. Bəs burada niyə r-dan sonra u yoxdur? Deməli, söz kökündəki sonuncu sait düşüb. Nəyə görə? Özündən sonra mənsubiyyət gəlib deyə düşüb də. Deməli, burnu sözündə onun burnu, öz burnu deməkdir və buradakı u mənsubiyyətdir. Bəs hal olaraq hansı halda olacaq? Təbii ki, adlıq halda olacaq. Çünki başqa heç bir halın şəkilçisi gəlmədi. 1-ə B və D aid olacağına görə D-də çıxdı, B-də çıxdı. Cavab avtomatik B variantı qalmış oldu. Amma yenə də hər ehtimal
nəzərdən keçirək. Əgər siz bu sözü bu versiyada görürsünüzsə, burunun, görürsünüz, bu söz kökündəki u qalıb, qəşəngcənə qalıb sonuncu sait. Nəyə görə qalırdı? Çünki özündən sonra hal şəkilçisi gələndə, diqqətlə dinləyin, özündən sonra hal şəkilçisi gələndə, bu bədən üzvlərindən sonra bu tip sözlər sonuncu saitini saxlayır. Mənsubiyyətini gələndə salır. İndi mən baxıram. Burun, baxıram, bədən üzvü ilə bağlı sözdür, milli sözdür. Yəni, ancaq mənsubiyyət gələndə sonuncu saiti itməli idi. Amma mən baxıram, sonuncu saiti gəlib. Deməli, bu şəkilçidir. Un şəkilçisi də hansı şəkilçidir? Yəliyin şəkilçisi. 2-də A olmalıdır. 3-də də eynən o qaydadadır. Burun sözün köküdür. Burun bədən üzvümüz idi. Milli sözlərimizin içində idi. Sonuncu saitini saxlayıb. Nəyə görə? Çünki özündən sonra mənsubiyyət yox, hal şəkilçisi gəlib deyə saxlayıb. Mənsubiyyət gəlsəydi, baxın, D-dəki kimi olacaqdı, siləcəkdi söz kökündəki sonuncu sait. Ümidvaram ki, bu hissə də sizlərə aydındır. 2 hecalı isimlərə mütləq baxın. Digər bir testə baxırıq, morfoloji cəhətdən təkdə olan. Morfoloji cəhət, dostlar, nitq hissəsi olaraq deməkdir. Nitq hissəsi barədə təkdə olan. Dilimizdə tək və cəm isimlər var da. Cəmdə olmaq o deməkdir ki, orada larlər olsun. Təkdə olmaq da o deməkdir ki, orada larlər olmasın. Bunu bəzən nə ilə qarışdırırlar? Toplu isimlərlə qarışdırmayın. Toplu isimlər özü istəsə, larlər qəbul eləyə bilər. Təbii ki, bayaq yazdığım əhali, cəmaət, ictimaiyyət sözünü çıxmaq şərti ilə. İndi baxıram, morfoloji cəhətdən təkdə olanı istəyir. A variantında qızlar sözü cəmdədir. A getdi. Bağlar sözü cəmdədir. Getdi. Burada da lar-lər var. Məktəblər, kitablar getdi. Salxım sözü təkdə olsa da müəllimlər sözü lər cəmdədir. Deməli, cavabınız oldu D variantı. Bəzilər deyir, ay müəllimə, axı bu sanki təkdə yox cəmdədir, sürü çoxluq mənası. Siz onun mənası ilə baxmayın. Sürü sözü əgər özü istəsəydi, lar-lər şəkilçisini qəbul eləyərdi. Sürülər olardı. Əgər özü istəsəydi, ilxılar olardı. Amma burada lar-lər şəkilçisi gəlmədiyinə görə böyründə bu söz özü təkdə sayılacaq. Topluluq mənası, çoxluq mənası onun mənasıdır. Onun cəmdə olmağı demək deyil. Təkdədir bu sözlər. Bir ismin morfoloji cəhətdən cəmdə olması üçün lar-lər qəbul eləməlidir. Eləməyib, deməli təkdədir. Mənasına baxım, ay neyniyim, belə şey eləməyin. Cavab olacaq D variantı. Daha bir testə baxırıq. Feili bağlamanı deyir, müəyyən eləyin. Ümumiyyətlə, feilin təsriflənməyən formaları məsdər, feili sifət, feili bağlamadır bilirik. Və bunu, bu tip xırdalıqları müəyyən eləmək üçün ilk növbədə onun şəkilçisini bilməliyəm. Mən şəkilçisini bilməsəm, bilə bilmərəm ki, nə axtarıram ümumiyyətlə. Feili bağlamanı baxıram. Eyni feilin üstündə A, ə görürəmsə, feili bağlama ola bilər. Bəs necə çaşdırmayım? Əgər araq ərək, yəni başqa bir feili bağlama şəkilçisi ilə qeyd eləyək. Araq, ərək. Bu da feili bağlama şəkilçisidir də. Əgər bununla həmin sözü əvəz eləyə bilirsinizsə, bu bərabər olur feili bağlamaya. Dərsi dönə-dönə oxudum. Dərsi dönərək oxudum deyə bilərsiniz. Dönərək nə deməkdir? Fırlana-fırlana, yəni. Axı, məna cəhətdən cümləmin uyğunluğu olmur. Ona görə də A variantı çıxdı. Bir dənə xırdalıq da qeyd edeyim sizə. Dönə-dönə sözünü dəfələrlə sözü ilə əvəz eləyə bilirsinizsə, bu bərabər olacaq zərfə. Yox, əvəz eləyə bilmirsinizsə, ara qərəklə əvəz eləyirsinizsə, uyğunluq yaranırsa, o zaman feili bağlama olmuş olacaq. Eləcə də eyni feilin üstündə, dammaq feilin üstündə A var. Baxıram, dama-dama göl olar. Damaraq göl olar. Həqiqətən də ara qərəklə əvəz elədim və uyğunluq yarandı. Damaraq göl olar. Cavabınız olacaq B variantı. Başqa bir feili bağlama şəkilçisi ilə əvəz elədim və gördüm ki, uyğunluq yarandı. Deməli, elə cavabım mənim burada B variantıymış. Digərlərinə baxaq. Dama-dama köynək. Baxın, B ilə C arasındakı fərqi ümidvaram ki, görürsünüz. Damaraq köynək Əminəyə çox yaraşırdı, uyğunluq yaranmır. Dama-dama köynək. Dama-dama sözü burada sifət versiyasındadır. Dama-dama köynək. Necə köynək? Ona görə C variantını götürmürəm.
Deyir, Zeynəb qızına qoşa-qoşa kitablar aldı. Qoşaraq kitablar aldı demirəm ki, ara qərəklə əvəz eləyəndə uyğunluq yaranmadı bu A-nı, A şəkilçisi ilə olan sözü. A eyni feilin üstündə eyni zamanda feili bağlama da yaradırdı. Baxın B variantında bunu sübut elədik. Amma burada sifət yaratdı yenə də. Qoşa-qoşa kitab, necə kitab? Özündən sonra gələn ismə aiddir. Dönə-dönə dedim, lakin anlamadı. Dönərək dedim, yəni fırlana-fırlana dedim, anlamadı. Yox, mənasızdır axı. Dəfələrlə dedim, anlamadı. Görürsünüz, dəfələrlə sözü ilə əvəz eləyə bilirsiniz. Deməli, dönə-dönə sözü bu versiyada zərf olmuş olacaq. Cavabınız oldu B variantı. Ümidvaram bu xırdalığı da xatırladınız, yadınıza düşdü. 20-ci testə baxırıq, ismi birləşməni müəyyən edin. Ümumiyyətlə, sözün ismi yaxud feili birləşmə olmasını ən axırıncı tərəfə, baxın, bəzən deyirlər ikinci tərəfə baxmaqla müəyyənləşir. Yox, bu səhvdir. Nəyə görə? Çünki 3 sözdən ibarət olan, hətta 4 sözdən ibarət olan mürəkkəb söz birləşməmiz ola bilər və mən onda ikinci tərəfə baxsam, ola bilər bunun bu tərəfində feil olsun, bu tərəfində isim gəlmiş olsun. Axı, bu fərqli olacaq. Mən buna necə ikinci tərəfə baxıb isim gəlib deyə isimli birləşmə desəm, axı, axırıncı tərəfdə feildir söz. Bu əslində feili birləşməymiş. Ona görə yadınızda saxlayın ki, ismi yaxud feili birləşməni müəyyən eləmək üçün ən axırıncı tərəfə baxırsınız. Ən axırıncı tərəfə. İndi baxıram. Sənin oxuduğun dıq üstü 4, üstə gələk, mənsubiyyət şəkilçisi var burada. Bu nəyin şəkilçisi idi? Bu feili sifətin şəkilçisi idi. Və bu sayılacaq feili birləşmə. Ona görə A variantını çıxırıq. Sevincdən ağlamaq. Axırıncı tərəfində maq var, məstər var. Feili birləşmədir. Şəhərə çatdıqda, dıqda, dikdə, duqda, dükdə feili bağlama çıxdı. Gülə-gülə oxuyan, an, indiki zaman məzmunlu feili sifət şəkilçisidir və bu şəkilçini diqqətlə yadınızda saxlayın. Ola bilər hər hansısa bir testdə bir cümlə verə bilər, o cümlə ilə bağlı düzgün fikirləri istəyə bilər və bildirə bilər ki, burada indiki zaman məzmunlu feili sifət şəkilçisi var. Və orada siz görün, əgər oxuyanlar belə desəydi, yenə də bu feil sayılacaqdı. Feil, belə deyim də, indiki zaman məzmunlu feili birləşmədir bu, oxuyan, feili sifət şəkilçisidir. Ona görə də bu da feili birləşmədir. Burada bir xırdalıq var. Cavab C-dir. Nəyə görə C-dir? İndi müəyyənləşdirəcəyik. Yadınızda qalsın ki, maq, mək, məstər şəkilçisindən sonra əgər siz mənsubiyyət şəkilçisi artırırsınızsa, bu bərabər olur ismi birləşməyə. Nəyə görə? Çünki maq, mək, məstərin tərkibində yoxdur ki, mənsubiyyət. Baxın, burada dıq üstü 4 üstə gələn mənsubiyyət şəkilçisi yazdım. Bu şəkilçinin özüdür. Bu anadan bu mənsubiyyətlə doğulub. Amma bu məstər mənsubiyyətlə doğulmayıb axı anadan. Mən özüm gətirib onu onun böyrünə qoymuşam. Deməli, bu ismi birləşmə sayılacaq. Çünki böyründə mənsubiyyət gəldi. Maq məstər şəkilçisidir.Inı isə sənin ağlamağın, öz ağlamağın mənsubiyyət şəkilçisidir. Ümidvaram bu tip xırdalıq aydın oldu. Bunu daha çox dıq üstü 4 üstə gələn mənsubiyyət şəkilçisi ilə qarışdırırlar. Baxın bu versiya ilə. Sənin oxuduğun. Burada bu şəkilçinin sırf özüdür. Baxın bu şəkilçinin sırf özüdür bütövlükdə. Çünki anadan mənsubiyyətlə doğulub. Amma mən məstərin böyrünə C variantında özüm qoymuşam mənsubiyyəti. O versiya ilə doğulmayıb. Şəkilçi belə deyil. Məstər üstə gələn mənsubiyyət deyil. Mən deyirəm, məstər şəkilçisi ayrıdır, mənsubiyyət şəkilçisi ayrıdır. Amma digər bir şəkilçidə dıq üstü 4 üstə gələn mənsubiyyət şəkilçisi bütövlükdə özü anadan bu versiya ilə doğulub. Ümidvaram ki, bu tip xırdalıqlar sizə aydın oldu. Burada qısaca bir substantivləşməyə toxunmaq istəyirəm. Substantivləşmə nə idi? Substantivləşmə. Substantivləşmə sifətin isimləşməsidir. Qeyd eləyək, sifətin isimləşməsi. Bu nə deməkdir? Bəziləri deyir, substantivləşmə sifətin isimləşməsidir, deməli sifətdir o söz. Yox, bu söz nitq hissəsi olaraq sifət deyil. Diqqətlə yadınızda, daha doğrusu isimdir. Sifətin isimləşməsi deyirik. İsimləşmə anlayışı var deyə o demək deyil isimdir. İsmi silirik.
Sifətdir bu söz nitq hissəsi olaraq. İndi bir məqama toxunaq. Deyirəm ki, qocalar kitab oxudular. Və yaxud da qocalar kitab oxuyurlar. İndi mən fikir verirəm qocalar sözünə. Yadınızda qalsın ki, bəzən deyirlər kim, qocalar. Bu isim olduğunu müəyyənləşdirmir onun. Qoca, mərd, igid bu tip sözlər bizdə sifətdir nitq hissəsi olaraq. Çünki onun necəliyini bildirir. Sifətin sualları nə idi? Necə, nə cür, hansı sualı idi? Və bu insanın qoca olmağı, gənc olmağı, igid olmağı, onun qazandığı bir şeydir. Yəni insan birdən-birə qoca olmur ki, insan birdən-birə igid olmur ki, o onu zamanla qazanır da, əldə edir. Deməli bu həqiqətən də onun necəliyini bildirdiyinə görə sifətdir. Və qoca sözün köküdür, lar cəm şəkilçisidir. Yadınızda qalsın, bir sözün hansı nitq hissəsinə aid olduğunu bilmək istəyirsinizsə, başlanğıc formasını tapın o sözün. Başlanğıc forma nədir? O sözdə ən sonuncu leksik şəkilçidə daxil olmaqla olan hissə. Baxın, aşağıda göstərdim. Başlanğıc forma belə göstərilir bu xətlə. Və bura qədərki hissə başlanğıc forma sayılacaq. Bura qədər söz hansı nitq hissəsidirsə, deməli bu söz ümumilikdə də o nitq hissəsidir. Aydın oldu mu? Ola bilər sözümdə leksik şəkilçi olmasın, sözüm ancaq qrammatik şəkilçilərdən ibarət olsun. O zaman sözün kökü onun başlanğıc forması sayılacaq. Deməli bu kök burada bu nədirsə, bu söz ümumilikdə o nitq hissəsidir. İndi qocalar sözünə baxıram. Başlanğıc forma qoca olmuş olacaq. Baxın, bu sxemdir də, elə bil ki. Və qoca sözü də nitq hissəsi olaraq sifətdir. Deməli, qocalar sözü özü də ümumilikdə sifətdir. Bu bir metodudur bunun. Və eyni zamanda yadınızda saxlayın. Bu nə deməkdir, qocalar? İndi gəlin biraz da açılış verək burada. Yəni, qoca insanlar deməkdir də. Bunun böyrünə ismini qoysam, buradakı lar-lər şəkilçisi keçəcək bura. Yəni bu insanlar sözünü də udub, özü kompakt şəkildə bütöv çıxış eləmək istəyib. Qocalar kitab oxuyurlar. Deməli idi ki, qoca insanlar kitab oxuyurdular. İnsanlar sözünü böyrünə gətirsəz, lar-lər keçəcək bu tərəfə və eyni zamanda qoca sözünə sual versəz, hansı sualına cavab verəcək? Qoca insanlar. Necə insanlar? Hansı insanlar? Qoca insanlar. Və rahatca görmüş olacaqsınız ki, həqiqətən də qoca sözü sifətdir və substantivləşib, ismini udub, gətirib tərkibinə, amma nitq hissəsi olaraq yenə də sifət olmuş olacaq. Baxın, isimləşmə, sifətləşmə, o demək deyil, bu ləşmə var, baxın bu axırıncı tərəf. O demək deyil, o olur, o olmur. Hansı söz anadan, hansı versiya ilə doğulursa, o nitq hissəsidir. Məsələn, dilimizdə atributivləşmə var eyni zamanda. Gəlin buna da toxunaq, tez-tez buranı silək, çalışacağım qısa izah eləyim, vaxtınızı almayım. Dilimizdə atributivləşmə var. Atributivləşmə. Bu nə deməkdir? Bu ismin sifətləşməsidir. İsmin sifətləşməsi. Bu daha çox material bildirən sözlərdir. Qısa konkret yazım hansı tip? Yun, taxta, dəmir, bürünc, qızıl və s. bu tip sözlərdir. Asfalt, bu sözü də yaza bilərsiniz. Aha, bax, asfalt yol, bu tip də deyə bilərsiniz. Yun, paltar deyirəmsə, baxın, atributivləşmə ismin sifətləşməsidir. İkinci tərəfdə sifətləşmə gördünüz. O demək deyil ki, o nitq hissəsi olaraq sifət götürməliyəm. Mən yun sözünü, taxta sözünü, yox. Bu söz yenə də nədirsə, o olaraq qalır, isim olaraq qalır. Məsələn, deyirəm ki, yun, parça, taxta, qaşıq, dəmir, qapı və s. Burada yun sözü ümumiyyətlə sözün hansı morfoloji cəhətdən hansı nitq hissəsidir bilməyi üçün mən buna bu sözləri tək-tək kəlimə götürməliyəm. Yun, nə? Yun. Deməli, yun sözü isimdir. Parça, nə? Parça. Deməli, parça sözü isimdir. Amma mən deyirəm ki,
Müəllimə, yun parça, necə parça? Axı belə bir suala da cavab verir. Bəli, düz deyirsiniz, belə bir suala cavab verir. Amma yun parça, görürsüz, böyründəki sözə əsasən siz buna sual verirsiniz. Necə parça, yun parça? Deməli, yun sözü təyin olmuş olacaq. Yəni, böyründəki sözə əsasən sual verirsinizsə siz buna, onun hansı cümlə üzvü olduğunu müəyyənləşdirirsiniz. Amma yox, sözün hansı nitq hissəsi olduğunu bilmək istəyirsinizsə, o sözləri isə tək-tək əlinizə götürüb sual verin. Ümidvaram ki, bu hissə də aydındır sizə. Hər birinizə imtahanda uğurlar arzulayıram. Bacardığım qədər sizlərə dəstək olmağa çalışdım. Həm variant izahları ilə, eyni zamanda qısa bir xatırlatmalarla dərslər barədə. Həyəcanlanmayın. Bəzilərinizin bu imtahan ilk addımları ola bilər, bəzilərinizin isə ola bilər ki, təbii ki, o qədər sınaqlarda iştirak eləmisiniz ki, o qədər sınaqlara getmisiniz ki, bu sizin üçün yəni çox su içmək kimi bir şey ola bilər. Təbii ki, hər halda hər biriniz həyəcanlanmayın yenə də düşünün ki, ən yaxşısını eləyəcəksiniz, özünüzə təbii ki, güvənin, amma ki, yəni variantlara da diqqət eləyin. Xüsusilə bəzi şagirdlər diqqətsizliyin ucbatından imtahanda səhv götürürlər nəyisə. Tutaq ki, Azərbaycan dili üzrə düz bir şey yazırlar, kitabçada orada işarələyəndə səhv işarələyirlər. Bütün bu xırdalıqlara diqqət eləyin. Hər birinizə uğurlar arzulayıram, yolunuz açıq olsun. Zəhmətinizin bəhrəsini ümidvaram ki, hər biriniz görərsiniz və bu videonun altında bu videoya ilə bağlı qeydlərinizi, təəssüratlarınızı və imtahandan sonra olan təəssüratlarınızı qeyd eləməyi unutmayın. Sağ olun, salamat qalın. Növbəti video dərslərimizdə görüşmək üzrə.